Bismillahirrahmanirrahim. İnsan nə üçün bu dünyaya gəlib? Həyatın məqsədi nədir? Bu suallar bəşəriyyəti həmişə düşündürüb. İnsanın ağlı güclüdür. Amma tək başına hər şeyə doğru cavab tapmaqda acizdir. Bəşəriyyətin hidayətə ehtiyacı var. Məhz bu ehtiyacdan dolayı Allah öz peyğəmbərlərini göndərmişdir. Peyğəmbərlik ilahi mesajın insanlara çatdırılmasıdır. Peyğəmbərlər Allahla insanlar arasında vasitədirlər. Onlar yalnız vəhyə tabe olur, insanlara doğru yolu göstərir, yaxşılıq və ədalətə çağırır, batili ifşa edirlər. Peyğəmbərsiz bir cəmiyyət, kompassız bir gəmidir ki, istiqamətini itirər. Ağıl doğru ilə yanlışı ayırmaqda kömək etsə də hər zaman kifayət etmir. Çünki insan şəxsi maraqlar, ehtiraslar və cəmiyyətin təsiri ilə həqiqətdən uzaq düşə bilər. Elə buna görə də hər dövrdə Allah peyğəmbər göndərmişdir ki, insanlar üçün həyatın mənasını izah etsin, haqq yolu göstərsin. Peyğəmbərlik Allahın insanlara olan rəhmətidir. O olmasaydı, insanlıq zülmətdə qalardı. Ona görə də peyğəmbərlərə inanmaq, onların gətirdiyi həqiqətləri dərk etmək kamil bir həyatın əsas şərtlərindəndir.